İranda isə milyonlarla etnik Azərbaycanlı yaşayır. Təxminən 15-20 milyon və onların çoxu Azərbaycanla həmsərhəd olan şimal, qərb əyalətlərində məskunlaşıb deyə Guardianın bir reaksiyasıdır. Guardianın reaksiyası əvvəla yanlışdır. İranın yaydığı məlumatlar ki, Azərbaycanda etnik təmsilçiliyi 17%-dir, 48%-də güya farslardır, yanlışdır. Azərbaycanın orada etnik tərkibi 50-50-yədir. Və bəlkə biraz daha artıqdır. Çünki 80 milyonun içərisində 40 milyona qədər Azərbaycan türkünün olması və Kürdlərin, Lorların, Bəlucların və digərlərinin də bunun içərisində pay olması nəticə itibarilə Azərbaycanlıların faizini çox yüksək edir. Əslində farsların və digərlərinin faizini aşağı salır. 17-20 milyon yanlış rəqəm. Biz 17-20 milyon deyilik. Təkcə Tehran və Kərəc ətrafında az qala 10 milyona yaxın Azərbaycan türkü yaşayır. Yəni, bunlar reallıqlardır, bunu kimsə dana bilməz. Bugün Təbrizdə bir dənə fars sözü eşitməzsən, bugün Təbrizdə bir dənə fars danışığı eşitməzsən. Bugün Urmiyada eşitməzsən, bugün Səlmasda, Xoyda, bugün Qaradağda, bugün digər bölgələrdə eşitməzsən. Çox təəssüf ki, bu istiqamətdə uzun illərdir İranın apardığı təbliğat və təşviqat bəzən xarici ölkələrin də mətbu orqanlarına yol açır və ondan, o informasiyadan, o statistikadan yola çıxırlar. Amma bu deyil, bugün biz bunu ən azı, ən uca səslə deməyi bacarmalıyıq. Azərbaycanın hədəf seçilməsinin və orada şiə müsəlman faktorunun olması məsələsinin çox təəssüflər olsun ki, İrana yönəlik siyasətdən yola çıxaraq bu şəkildə qeyd edirlər. İranın ayrı-ayrı dövlətlərə münasibəti, tutaq ki, ərəb ölkələrinə münasibəti, İraqla münasibəti, şiə-sünni müstəvisində ola bilər. Səudiyyə ilə eyni cür münasibətləri qura bilərlər, Yəməndən eyni cür münasibətləri qura bilərlər. Lakin Azərbaycanla və Türkiyə ilə münasibətdə siyasətinin mahiyyətində təriqət dayanmayıb. Siyasətinin mahiyyətində məzhəb dayanmayıb. İran, Azərbaycan və Türkiyəyə münasibətdə siyasətinin kökündə, stratejisinin kökündə milli məsələ dayanıb. Çünki o milli məsələ ki, 1828, ondan əvvəl 13 və 2-ci illərdə Azərbaycan torpaqlarının ikiyə bölünərək böyük bir qisminin İranın tərkibində qalması, digəri Rusiya imperiyasının tərkibində qalması uzun müddətli orada yaşayan Azərbaycanlıların, Azərbaycan türklərinin diskriminasiyası və İranlılaşdırılması prosesinin içərisində yer almışdır. Bizi İranlılaşdıra bilmədilər, bizi farslaşdıra bilmədilər. Hətta 25-ci ildə Qacarın sülaləsinin devrilib, Pəhləvi sülaləsinin gəlməsi də 79-cu ilə qədər bu prosesi dəyişə bilmədi. Bizlə düşmənçilik 79-cu ildəki şiə məzhəbinin hakimiyyətə gəlməsi və yaxud da şəriətin hakim olması ilə bağlı deyil. Şahın dövründə ən böyük düşmənçilik bizə qarşı Azərbaycan türklərinə qarşı olub orada. Qaşqayı türklərinə, Xorasan türklərinə qarşı olub. Bu düşmənçiliyin kökü milli məsələdir. Və buna görə də çox təəssüflər olsun ki, qərb ölkələri, bəzən analitikləri, hətta ən ciddi mərkəzlər belə təhlil edərkən orada məzhəb, təriqət və yaxud da digər məsələləri nəzərə alırlar və Azərbaycana da o yerdən baxmağa çalışırlar. Azərbaycanla düşmənçilik o yerdən deyil. Heç 30 illik Azərbaycan torpaqlarının işğalı dönəmində belə bizə yanaşma, müsəlman yanaşmasından deyildi. Onda niyə təhlil edilmirdi ki, nədən müsəlman olan, həm də bayaq Guardianın qeyd etdiyi kimi çoxluğun şiə olduğu bir yerdə nədən Azərbaycan müdafiə olunmurdu, Ermənistan müdafiə olunurdu? Çünki yenə deyirəm, bu münasibətin kökündə şiəlik, məzhəb və digər məsələlər dayanmıyor. Burada dayanan məsələ milli məsələdir. Biz böyüdükcə, biz güclü olduqca, Azərbaycan hüquq və haqlarını qoruduqca, Azərbaycan hüquq və haqlarına sahib çıxdıqca, Quzey Azərbaycan dövləti, Azərbaycan Respublikası dünyada sabit və möhkəm bir yer tutduqca içəridəki proseslər fars təfəkkürünün, fars zeyniyyətinin, fars düşüncəsinin əleyhinə işləyir. Hər bir an, hər bir zaman. Və diqqət etsəniz, əgər 90-cı illərdə müstəqillik qazanandan sonra ta 20-ci ilə qədər artan azalan xətlə inkişaf edən bir proses 20-ci il Azərbaycan torpaqlarını işğaldan azad edib və 23-cü ildə antiterror tədbirlərindən sonra sürətlə İranda artıb, sürətlə genişlənib. Heç kim unutmasın. İranda unutmur. Xüsusi xidmət orqanları çox dəqiq ki, bunun monitoringini aparıblar. İlham Əliyevin nə qədər posterləri vuruldu? Təbriz küçələrinə, nə qədər Güney Azərbaycanın ayrı-ayrı şəhərlərində
Müzəffər Ali Başkomandan kimi posterlərini yapışdırdılar, payladılar hər bir yerdə. Azərbaycanın, Vahid Azərbaycanın rəhbəri kimi qeyd etdilər. Və tarixi şans yaranacaqsa, əminəm, Qarabağ torpaqları işğaldan azad olunan kimi İlham Əliyev bu məsələdə ciddi addım atacaq. Heç geri durmayacaq.